aleyküm. Saçma başıma bakın ne haldedir. Səhər 8-dən dərstəyəm. Dünən üstünüzə sağlıq. Allah heç kimsəyə göstərməsin. Miqrenindən yenə bir hal olmuşdum. O halda tədbirə getmişəm Rəşid Beybudov adına mahnı teatrında oradan. Sonra Qaradağa getmişəm uşağla. Oradan sonra evə gəlmişəm. Gecə yarısına qədər evdə dərsim var. Yəni ayaqda deyir analıq gücü deyim də. Analığın gücüdür. Yoxsa başqa türlü olmazdı. Ona görə şükür bu Sabitə xanım da Allah razı olsun hər səhər 7-nin yarısı mənə detokslar, yeməkləri göndərir. Allah ona razı olsun. İçdən söyləyirəm, heç birinin bir dənə dadı olmadı ki, belə eləyim. Elə olsa bilirsiniz ki, onu paylaşmaram. Mənə indi 9:30-dur saat. Şey yollayıb mənə, nədir onun adı? Xurma qurusu. Bir də saatlərin də üstündə yazır. Bu da belə süzmə kimi bir şeydir. Yiyəcəm, dadına baxacağım. Suyuna qədər mən bunu yəni çox bəyəndim ki, yəni evdə xiyar tökəsən, limon tökəsən, içəsən deyil, özü hazırlayır, yollayır. Yəni hazır, işini mənim kimi şansa buraxmır. Hazırlayır, yollayır ki, iç hamısını. Ən önəmlisi çox sual gəlir ki, müəllimə neçə kilo veribsiz? Mən sizə demişdim ki, əvvəlcədən demişdim ki, hər gün tartıya çıxmaq olmaz. Motivasyonu düşürür. Elə bir şey yoxdur, elə bir dünya yoxdur. Özüm spor eğitmeni, sağlıqlı bəslənmə koçu olaraq söyləyirəm. Elə bir şey yoxdur. Neçə gün, hələ ki mən 2 gün araya Samiranın ad günüydü, bilirsiniz, rayonda getdim, kebab, tort falan yedim. Ona görə onu araya salmama rağmen 1 kiloya yaxın kilo vermişəm. Bu gözəl bir şeydir, sağlıqlı və düzənli. Sonra çəkib paylaşacağım, biraz da səbr edirəm, baxın toplamda nə olur onu paylaşacağım. Bugün Sabitə xanıma da dedim ki 1 kiloya yaxın, tam 1 kilo olmayıb 1 kiloya yaxın kilo vermişəm. Bu qəşəng bir şeydir. Ən önəmlisi də tox tutur. Mən yeməyi sevən biri olaraq mənim üçün çox çətin olur. Nəfsimi qoruyuram, amma yenə də əzab çəkirəm. Yəni kilo aldığımı, almadığımı bilsəm, gecə yarısı 3-də belə durub yemək yeyərəm. O qədər sevirəm. Tox tutur. Hətta bax bunları, bu detoksları içirəm ha. Yəni məcbur qalmasam heç bunları da yemərəm. O qədər tox tutur. Bu çox xoşuma gəlir. Və ən önəmlisi də qiymətləri soruşanlar olur. Mən bilirsiniz, başqalarının qiymətləri haqqında demək sevmirəm. Çünki hər kəsin vücud yapısına görə də bilirsiniz, sistem hazırlanır. Amma maraton var Sabinə xanımda. Mən etiketləyəcəm. Siz özünüz bilgi alarsınız. 10 manatlıq detoks maratonu. Nə qədər xanım elə kilo verib. Bu yeməklidir. Onu istəyənlər yeməkli bilgisini ala bilər. Hər sabah sizə yemək yollayacaq, detoksunu. Amma sadəcə detoks olaraq WhatsApp qrupları var, bildiyiniz sayfası var. Orada nə qədər xanım 10 manatlıq maratona qoşulur və baya maşallah kilo verənlər var. Özüm də oradan görürəm. Etiketləyəcəm. Mən indi yenə dərsə keçirəm hər zamanki gibi. Öpürəm, sevirəm sizi. Çox gözəlim mən.